Evvelen bütün cemaat görür ki bu yol ne günde olduğu hamı görür. Bu yolla hiç piyada da gitmek olmaz. Çok pis günlerdir bu yollar. Biz Cenab Nazir'den, icra nümayandalarından xahiş edərdik ki bu yola bir diqqət nəzər etsinler. Bu kəndə iskura gelmeyi de, uşaqların məktəbə getməyi de hamısı bir problem yaranır. Bunu da bize buyurup cemaat hamı deyir ki bir gazi kimi bak çoxları burada hamısı hərbidə olanlardır. Bəli. Veteranlardır. Şəhid ailələrdir burada olanlar. Hamı müraciət edir ki buna diqqət verən yoxdur. Sizler hamı da xahiş edir ki bu yola bir baxsınlar. Yolumuzun ne ki pis gündə olmağı, bu kətdə məntəqənin olmamağı da var. Bu kətdə futbol meydançası yoktur. Volleybol ve bu cavanlar ne idman eləmədilər. Harda idman göstərməlidirlər bunlar. Şücaət göstərməlidirlər bunlar. Bunlar hamısı bu uşaqlar bunları tələb edirlər. Bizim kimi bir qaziden tələb edirlər. Vətən uğrunda, torpaq uğrunda şəhid olmağın borclarıdır. Bak bu torpaq uğrunda da biz bu qiyməti bu yola veririk. Sizden xahiş edirik. Buna bir diqqət etsinlər, buna bir baxsınlar. Sizden hamı da xahiş edirik. İster Xanalyan cemaati olsun, ister mətbuatda başka nümayandalar olsun, bu yola baktıkça bize bir kıymet verme, birinci yola kıymet versinler. Ben bunu demek istedim. Daha bezmişik. Maşın da gelmir. Taksit sürür rayondan 10 manat əvəzinə 25 manat bizden pul alır buraya gelmeye. Bura Masallı rayonu Xanalyon kəndidir. Herkes bilir bu yol necədir. Bu kəndə bir nəfər yox, 1000 nəfər adam gəlir bir gündə. Bu kənddə bulaq da var. Gəlmək olmur. Qısa konkret bu yol bərbad vəziyyətdədir. Yəni gör, hamısı görür. Dövlət adamları da gəlir bu yola, baxır, deyir bu nə gündədir. Amma heç bir şey eləmirlər. Fakt eləmirlər. Buyursunuz. Maşından saxlan indi soruş. Geçsin sənə yollarına girmək istəyir. Şəhərlərinə gəlir. Yollar bərbad gündəlik saxlayır. Salam edelim. Oğlum bu yol ne tər yoldur? Yol yaxşıdır. Ha? Ne günde? Çok pis günde ha? Hamı əziyyət çəkir də burada. Çok sağ ol. Sağ ol. Özde firma maşınıdır. Başdan gəlir, ikinciler uzağına gəlir. Burasından gelip şu doldurma. Bəli. Dediğimi bas.